Hər vaxtınız xeyir olsun əziz müəllimlərim. Necəsiz? Hər birinizi salamlayıram müəllimlər. Ev tapşırıqları atmışdım sizə, onların izahını verirəm. Dəmir pulu bir dəfə atdıqda hər hansı üzünün düşməsi hadisəsi üçün neçə mümkün hal var? Dəmir pulu bir dəfə atdıqda 2 dənə mümkün hadisə var. Yəni bu nə deməkdir? Biri gerbdir, yəni rəqəm üzü, biri isə xəritə. Hər hansı bir üzün düşməsi hadisəsi üçün bütün mümkün halların sayı bu üzlərin ümumi sayına bərabər olmalıdır. Yəni hər hansı bir üzün düşməsi üçün mümkün hallar 2 üz olduğuna görə 2. Birinci sualın cavabı oldu 2. Zəri bir dəfə atdıqda sadədən mürəkkəbə işləyək ki, yəni atacağım vaxt-vaxt belə suallar. Hər zəri bir dəfə atdıqda hər hansı bir xalın düşməsi hadisəsi üçün neçə mümkün hal var? Baxın, yenə zəri bir dəfə atdıqda, bir dəqiqə görüm, zəri bir dəfə atdıqda, zər deyir. Hər hansısa bir üz bir dəfə atdıqda zərin 6 üzü var. Ya 1 düşə bilər, ya 2 düşə bilər, ya 3 düşə bilər, ya 4 düşə bilər, ya 5 düşə bilər, ya da 6 düşə bilər. Elə deyilmi? Yəni bu 6 haldan biri düşə bilər, 6-sı da düşə bilər. Yəni mümkün halların sayı ümumilikdə 6-ya bərabərdir. Yəni bu 6-sından biri düşəcək də başqa nə düşəcək ki? Daha doğrusu bu sualda. Üçüncü sual başqadır. Dəmir pulu 2 dəfə atdıqda hər hansı üzün düşməsi hadisəsi. Dəmir pulu 1 dəfə atdıqda hər hansı üzün düşməsi hadisəsi 2-dir. Bayaq yuxarıda dedik. 2 dəfə atdıqda artıq, ikinci dəfə atdıqda da yenə 2 dənə variant olur. Yəni olacaq 4 dənə. Baxın, gerb düşə bilər. Gerb rəqəm düşə bilər. Rəqəm gerb düşə bilər. Rəqəm düşə bilər. Yazıb da görə bilərsiniz. Zəri 2 dəfə atdıqda hər hansı xalın düşməsi hadisəsi üçün neçə mümkün hal var? Deməli, baxın, zəri bir dəfə atdıqda hallar 6 dənə fərqli hal var. Bayaq yazdıq. 2 dəfə atdıqda isə 6 vurulsun 6, yəni 36 dənə hal var. Cavab olacaq D variantı. 4-cü sualda. Qoyun görüm. 5-ci suala baxaq. Dəmir pulu 3 dəfə atdıqda hər hansı üzün düşməsi hadisəsi üçün neçə mümkün hal? Hələ sadədən başlayırıq müəllimlər. Buradakı sualların hamısını işlədəcəm sizə. Sadədən mürəkkəbə 20-20 işlədirəm ki, zaten biz dərslərimizdə yəni daha çətinlərini işləmişik. Sadəcə təkrar məqsədi ilə eləyirəm bunları. Nə deyir bizə? Deyir ki, dəmir pulu 3 dəfə atdıqda hər hansı üzün düşməsi ehtimalı. Dəmir pulu 1 dəfə atdıqda 2 düşə bilər. 2 dəfə atdıqda yenə 2, 3 dəfə atdıqda isə 2 vuraq, 2 vuraq, 3. Yəni 8 dənə ümumilikdə hal var. Hansılar da yaza bilərsinizmi müəllimlər? Rəqəm düşə bilər, elə deyilmi? Yazın bunları. Gerb rəqəm gerb düşə bilər. Gerb rəqəm düşə bilər. Sonra nə düşə bilər? Gerb düşə bilər. Yəni bunları yazarsınız, özünüzə baxarsınız ki, 8 hal hansı 8 haldır? Zəri bir dəfə atdıqda 3 halın düşməsi hadisəsi üçün əlverişli halların sayını soruşur bizdən. Zəri bir dəfə atdıqda 6 dənə hal var. 1, 2, 3, 4, 5 və 6. Bu 6-dan 3-ün düşməsi ehtimalı bir dənədir. Cavab olacaq A variantı. Sonra keçək 7-ci sualımıza. Belə eləyək. Buranı kiçildib əslində oranı böyüdə bilərik ki, daha qəşəng olsun, hə? Yaxşı, gəlin belə eləyək. Bu sualları ödənişsiz qrupa da göndərəcəm ki, onlar da yararlansın. Zaten güvən hamının bildiyi kitabdır da, yəni ki. Zəri bir dəfə atdıqda düşən xalın 6-dan böyük olması üçün əlverişli halların sayını tapın müəllimlər. Zəri bir dəfə atdıqda 1 düşə bilər, 2 düşə bilər, 3 düşə bilər, 4 düşə bilər, 5 düşə bilər və 6 düşə bilər. Düşən xalın 6-dan böyük olması ehtimalı qeyri-mümkün hadisədir. Yəni onun ehtimalı 0-a bərabərdir. Zəri bir dəfə atdıqda düşən xalın mürəkkəb ədəd olması üçün əlverişli. Baxın, mürəkkəb ədəd olması üçün biz bilirik ki, 1 düşə bilər, 2 düşə bilər, 3 düşə bilər, 4 düşə bilər, 5 və 6 düşə bilər. Bir nə sadə ədəddir, nə mürəkkəb ədəddir. 2 sadə ədəddir, elə deyilmi? 3 sadə ədəddir, bir də 5 sadə ədəddir. Yəni burada 2 dənə halım qaldı. Qoyun qələmi dəyişdirim, aydın görsədim. 4 halı mürəkkəb ədəddir, 6 halı mürəkkəb ədəddir. Məndən də əlverişli halların sayını soruşur. 2 dənə əlverişli halım var. Hələ ki, mümkün əlverişli hallar bölünsün, mümkün bunları hələ eləmirik. Hələ sadəcə ehtimala giriş eləmişik bu kitabla. Yaxşı. Sonra zəri 2 dəfə atdıqda düşən hallar cəminin 9 olması üçün əlverişli halların sayını tapın. Zəri 2 dəfə atdıqda düşən hallar cəminin 9 olması üçün nə ola bilər? 6 ilə 3 düşə bilər,
3 ilə 6 düşə bilər. 1 zərdə 3, 1 zərdə 6 düşə bilər. 4 ilə 5 düşə bilər və 5 ilə 4 düşə bilər. Başqa 9 olması üçün hansı? 7 ilə 2 düşə bilər. Ay müəllimə, sən nə danışırsan? Heç zərdin 7 rəqəmi varmı ki üzündə? Deməli, cəmi 9 dənə cəmi 9 dənə verən, yəni cəmi 9 verən halların düşməsi üçün əlverişli halların sayı 1, 2, 3, 4 dənədir. Cavab olacaq D variantı. Keçək 10-cu sualımıza. 10-cu sualımızda nə deyir? Zəri 2 dəfə atdıqda düşən hallar cəminin 10-dan böyük olması üçün əlverişli halların sayını tapın. Baxın, zərin 10-dan böyük olması dedikdə biz 11 nəzərdə tuturuq, elə deyilmi? Bir də 12, yəni cəm ya 11 olsun, ya da 12 olsun da, yaxşı. İndi cəmi 11 olan ədədlər hansıdır? 5 ilə 6-dır, bir də 6 ilə 5-dir. Burada 2 dənə halımız var. Cəmi 12 olan halımız isə bir dənədir, yəni 6-nın üzərinə 6 gəlsə. Ümumilikdə ya və burada deyirəm ki, ya 11 olsun, ya 12 olsun. Ona görə bunun ehtimalının üzərinə bunun ehtimalını gəlin. Ya qoyanda deyirdik ki, və ya qoyanda deyirdik ki, toplayırıq, və qoyanda isə vururduq. İndi bu ya qoyduğuma görə 3 dənə olacaq. Neçənci sualdır bu? 10-cu sualda. Bu niyə yazmır? Cavab olacaq 3. Yəni belə. Sonra keçək növbəti sualımıza. Zəri bir dəfə atdıqda 5 halının düşməsi hadisəsi. Artıq ehtimala keçirik. Ehtimalı tapmaqdan ötürü ehtimalın klassik tərifinə görə hadisənin ehtimalı əlverişli halların, yəni A hadisəsinin ehtimalı əlverişli halların mümkün hallar olan nisbətinə bərabərdir. Nə deyir? Zəri bir dəfə atdıqda 5 halının düşməsi ehtimalı. Mənim neçə dənə burada mümkün hallarım var? Mümkün hallarımın sayı 6 dənədir. 1 düşə bilər, 2, 3, 4, 5 və 6. Əlverişli hallarımın sayı isə 5 halının düşməsi ehtimalı. Bunların içərisində bir dəfə 5 düşə bilər də. Gözəl mənimlə. Çünki zəri bir dəfə atmışam. Deməli, əlverişli hallarımın mümkün halların sayına nisbətinə 6-da 1 olacaq cavabımız Y variantı. 12-ci sualımız, yenə də deyirəm, bunlar sadə suallardır. Amma kimə görə, nəyə görə? Ehtimal mövzusunu əgər başa düşməmişdinizsə, yenə şans verirəm ki, buradan işləyərəkdən sadədən mürəkkəbə doğru hər bir sualın üzərində qaydanı deyəcəm ki, siz onu eləyəsiniz, başa düşəsiniz. Zaten bizim işlədiyimiz digər variantlar da var ki, dərslərimizdə. Siz onları da sonra buna baxandan sonra gedib bir də baxa bilərsiniz. 12-yə baxaq görək nə deyir. Zəri bir dəfə atdıqda tək ədədin düşməsi hadisəsi ehtimalını tapın. Zəri bir dəfə atdıqda ya 1 düşə bilər, ya 2 düşə bilər, ya 3 düşə bilər, ya 4 düşə bilər, ya 5 düşə bilər, ya 6 düşə bilər. İndi tək olan ədədlər hansılardır? 1-dir, 3-dür, 5-dir. Düzdürmü bunların içərisindən? Yəni 3 dənə halım burada var. Dedik bayaqları ki, əlverişli halların mümkün hallara nisbətinə. Əlverişli halım 3 dənədir, mümkün halım 6 dənədir. İxtisar gedəcək, cavab qalacaq 2-də 1. Ay müəllimə, hər dəfə bu qədər xırdaçılığına qədər izah eləməyə məcbursan. Bir dəfə qaydanı dedin, başa düşdükdə. Xeyr. Mən özünüz bilirsiniz, istər həndəsə olsun, istər ehtimal olsun, ən çətin mövzudan ən sadə mövzuya qədər. Mən hər zaman deyirəm ki, mənim belə izah eləməyimə baxmayın. Siz özünüz də hər dəfə eyni sualdan 5 dənə də işləsəz, 10 dənə də eyni tip sual işləsəz, hər dəfə onu səsli şəkildə, bərkdən qaydasını deyərəkdən işləsəz, inanın ki, sizin heç başqa bir şeyə ehtiyacınız qalmaz. Neçə il təhsildən kənar qalan müəllim, hamının səviyyəsi eyni deyil. Bir insan bir şeyi 1 saniyədə başa düşür, bir insan isə onu dəfələrlə işləyərəkdən başa düşür. Yəni mən hamıya ətraflı izah edirəm. İndi kim tez başa düşürsüz, lap yaxşı. Amma mən tez başa düşürəm. Mənim üçün bu mövzu asandır. Mən bunu elə-belə variantla işarə eləməyin müəllimlər. Özünüz bilirsiniz ki, MİQ imtahanında, sertifikasiya imtahanında uğur qazanan və kəsilən müəllimlər heç də savadsız müəllimlər deyillər. Məsələn, MİQ imtahanında mən elə müəllim tanıyıram ki, 6 illik, 7 illik repetitorluq fəaliyyəti ilə məşğuldur. Şagirdləri yüksək nəticələr toplayır, amma gedir imtahandan uğur qazana bilmir. Çünki əzbərçiliyə öyrəşibdir. Oradan baxır, oradan şagirdlərinə dərs deyir. Şagird onun dediyini yaxşı başa düşür, amma özü görsən ki, o demək deyil, o savadsız müəllimdir. İmtahanda uğur qazanmağın yollarını mən sizə demişəm. Birincisi, qaydaları ən başlıca, birincisi qaydanı yaxşı öyrənmək lazımdır. Onun yanında birinci gələn, yəni birin yanında birinci gələn sizə uyğun olan, izah dilini başa düşdüyünüz müəllimi seçməlisiniz. Əgər müəllim yoxdursa, özünüz hazırlaşırsınızsa, qaydaları mükəmməl şəkildə öyrənməlisiniz. Paket halında sualların izahları YouTube kanallarında olur.
sualların hər birinə yanaşma tərzi qura bilməyi adına izahlarına baxmalısınız. Ən azından görək bunu daha qısa şəkildə necə yanaşa bilərəm. Taymer qoşub işləməlisiniz müəllimlər. Dedim də yenə qayda, qayda və qayda. İmtahanda işlədiyiniz sualların heç biri yadınıza düşmür. Adamın yadından çıxır həll yolu. Amma qaydanı yaxşı bilsəz, bütün istədiyiniz suala yanaşma tərzi qura bilərsiniz. Növbəti sualımıza baxaqmı? Çox danışdım yenə. Zəri bir dəfə atdıqda cüt ədədin düşməsi hadisəsi ehtimalını tapın. Bu da onun kimidir. Bir dəfə atdıqda, deməli 6 dənə bu düşə bilər. Onların içərisində cüt ədəd 2-dir, 4-dür və 6-dır. 3 dənə olacaq. 3 bölünsün 6, bu da eləyəcək 2 ilə 1. Cavab olacaq A variantı. Sonra keçək növbətinci sualımıza. 14-cü sualımızda görək nə deyir. Baxaq görək. Zəri bir dəfə atdıqda 2 və ya, bax görürsünüz burada nə deyir və ya. Deməli tapacaqsınız ehtimalları və bir-biri ilə toplayacaqsınız. Qaydanı yadıma salıram birinci. 2 və ya 5 xalının düşməsi hadisəsinin ehtimalını tapın. Zəri bir dəfə atırıqsa, mənim ümumilikdə mümkün hallarımın sayı 6 dənədir. Hansıdır? 1-dir, 2-dir, 3-dür, 4-dür, 5-dir və 6-dır. Əlverişli halım isə 2 və ya 5 xalının düşməsi ehtimalını soruşur bizə. Yəni 2 dənədir. Ya 2-dir, ya da 6-dır. İndi 2 xalının düşməsi ehtimalı 1 dənədir. 6 xalının düşməsi, görün 5 xalının düşməsi də 1 dənədir. Baxın, ya bunu 6-da 1, bu da 1 dənədir də 5 xalın. 6-da 1 üzərinə görə 6-da 2, 6-da 1 üzərinə 6-da 1 və ya dediyinə görə 6-da 2 yazırsınız. Və yaxud da bunu 2 dənə ümumi hadisə kimi götürüb yenə 6-da 2 kimi yaza bilərsiniz. İxtisarınızı aparacaqsınız, cavab olacaq 3-də 1. Zəri bir dəfə atdıqda hər hansı xalın düşməsi hadisəsi ehtimal. Buradan deyir ki, hər hansı düşsün. Fərqi yoxdur. Nə düşür düşsün. İstəyir 1 düşsün, istəyir 2 düşsün, istəyir 3 düşsün. Burada yəqin ehtimal deyilən bir şey var. Mən bilirəm ki, bir dənə zəri atıramsa, atdım, fırlandı, orada hər hansı birisi düşəcək. Hər hansı biri düşəcəksə bu yəqin ehtimaldır. Yəqin ehtimaldırsa onun ehtimal nəyə bərabərdir? 1-ə bərabərdir. Qaydaları yaxşı bildiyimə görə o sualları da yaza bilirəm. Siz də ən sadə sualı belə qaydasını bilməsəz yazmaq mümkün deyil. Yəni ki, qayda bilmək lazımdır müəllimlər. 16-cı sual. Zəri 2 dəfə atdıqda düşən xallar cəminin 15-dən böyük olması hadisəsi ehtimalını tapın. Müəllimlər, istəyirsən 5 dəfə at, istəyirsən 100 dəfə at, istəyirsən neçə dəfə atırsan at. Zəri 1 dəfə atdıqda da, 2 dəfə atdıqda da, 3 dəfə atdıqda da düşən xallar cəmi 12-dən böyük ola bilməz. Çünki bir zərin bir üzündə 6 dənə ədəd var. 1, 2, 3, 4, 5 və ən böyüyü 6-dır. 1, ikinci üzdə də yenə 3, 4, 5, 6. Ən böyük ehtimal 12-dir. Yəni cəm 12-dir. Ona görə 15 düşə bilməz. İstəyirsən 1000 dəfə at, fərqi yoxdur. Düşən xallar cəminin 13-dən kiçik olması ehtimalını tapın. Zəri 2 dəfə atdıqda ümumilikdə mənim mümkün hallarımın sayı 36 dənədir. Yaxşımı? 36-nı yazıram aşağıda. Düşən xallar cəmi yəni biz bayaqlar dedik ki, maksimum neçə ola bilər? Ən belə patoloqda deyək, 12 ola bilər, elə deyilmi? Bütün mümkün halların cəmi, yəni mütləq şəkildə 13-dən kiçik olacaq. Çünki ən şeyi 12 idi. Nə qədər atıramsa atım, orada cəmlər hamısı 13-dən kiçik olacaq. Bu necə hadisədir? Yəqin hadisədir. Yəqin hadisənin ehtimalı nəyə bərabərdir? 1-ə. Ya da 36 kimi yaza bilərsiniz. Cavab olacaq 1. 18-ci suala baxaq. Zəri 2 dəfə atdıqda hər iki dəfə 6 xalının düşməsi hadisəsinin ehtimalını soruşur bizdən. Baxın müəllimlər, zəri 2 dəfə atdıqda ümumi mümkün halların sayı 36-dır, elə deyilmi? Hər ikisində 6 xalının düşməsi. Yəni birincidə də 6 düşür və ya qoymuram. İkincidə də 6 düşür. Yəni necə deyim sizə? 6 xalının düşməsi ehtimalı nədir? 36-da 1. Bu 6 xalının düşməsi ehtimalı nədir? 36-da 1. Vuracam ehtimalları yenə 36-da 1 eləyəcək. Zəri 2 dəfə atdıqda düşən xallar cəminin 5 olması hadisəsinin ehtimalını tapın. 5 olması üçün nə olmalıdır? 1, 4, 4, 1, 2, 3, 3, 2. Başqa varmı? 5 olması üçün yoxdur məncə. 2, 3, 2, 4 dənə. Mümkün hallar, əlverişli hallar. Cavab elədi 15-də 1. Zərfət elədim. 20-ci suala baxaq. Sonuncu sual. Zəri 2 dəfə atdıqda düşən xallar cəminin 8 hadisəsi olması ehtimalının növbəti hissəsini də çəkəcəm yenə. Atacam sizin qruplara da, ödənişsiz qruplara da atacam. Ay, hara getdi bu?
Ödənişsiz qruplara da atacağım, sizin qruplara da atacağım ki, işləyə bilək də, yəni hamımız bir yerdə işləyək. Zəri 2 dəfə atdıqda düşən xallar cəminin 8 hadisəsi olmasını ehtimalını tapın. 8 olması üçün 2 6 düşə bilər, 6 2 düşə bilər, 5 3 düşə bilər, 3 5 düşə bilər, bir də 4-ün 4-ə düşə bilər. 1 2 3 4 5. Ümumi mümkün hallarım 35, mümkün hallarım 36, əlverişli hallarım 5, 36-da 5 cavab olacaq Y variantı. Bu qədər müəllimlər. Növbəti dərslərdə, növbəti videolarda görüşərik inşallah. Kanalıma abunə olmağı, videolarımı da bəyənməyi unutmayın. Bildirişləri də açın ki, sizə artıq başlamışam. Həm sertifikasiya, həm MİQ-ə hazırlaşan müəllimlər üçün bacardığım qədər ödənişli dərslərlə yanaşı ödənişsiz dərslərə də bu tip sınavlar, suallar atım ki, işləsinlər. Ola bilər də insan deyir, mən həmişə müəllimlərə deyirəm, izah dili bəzən insana elə rahat gəlir ki, açırsan ən başa düşmədiyin bir mövzunu, açırsan ki, YouTube-da gəlir, çıxır qarşına, elə bir izah eləyir ki, deyirsən ki, ayla, mən bu mövzunu heç başa düşməmişim, nə gözəl izah elədi. Elə də olur ki, həmin müəllimin dilindən başqa izahı başa düşmürsən. Yəni, izah dilini başa düşdüyünüz müəllimlə davam eləsəz, sizə psixoloji rahatçılıq verəcək müəllimlə davam eləsəz, inşallah ki, imtahanda uğurunuz qaçınılmazdır. Fərq yoxdur, kim olur olsun, kim əziyyət çəkirsə, Allah onun mükafatını versin. Hələlik müəllimlər.